Bakı ilə ya sülh, ya da müharibə. Qələbəmizə əminəm. Simonyan bəyan etdi. Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi? Mehdiyev işində məni ən çox yandıran, əzən odur ki, Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq? Rusiya Qarabağın azad olunmasına kömək edib, 2020-ci ilin noyabrında sensasiyon sözlər. Bu halda İsrailin İrana zərbə endirməsinə dəstək verəcəyik. Ermənistandakı parlament seçkiləri Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər. Global Info Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Cənubi Qafqazda sülh məsələsinin həlli Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq. Ölkədə siyasi qüvvələr iki qrupa bölünür. Sülh tərəfdarları və xarici moderatorlardan asılılığı müdafiə edən müharibə tərəfdarları. 2026-cı ildə seçkiləri keçirərək yekun sülh müqaviləsini imzalayıb təsdiqləmək yoluyla Azərbaycanla münaqişəni başa çatdırmalıyıq. Qələbəmizə əminəm. Qeyd edək ki, Ermənistanda hakim partiya revanşistlərin hakimiyyətə gələcəyi halda regionda yeni müharibə olacağını bəyan edir. Xüsusilə Rusiyaya bağlı iş adamı Samvel Karapetyan və keçmiş Qarabağ klanına yaxın şəxslərin hakimiyyətə gəlməsinin ölkə üçün arzu olunmaz nəticələrə səbəb olacağı vurğulanır. 13-14 fevralda Sülh Körpüsü təşəbbüsü çərçivəsində keçirilən 3-cü görüşdə iştirak edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü politoloq İlyas Hüseynov Axar TV-yə bildirib ki, bu səfər əvvəlkilərdən fərqli olaraq xüsusi simvolik əhəmiyyət daşıyıb. Onun sözlərinə görə görüşdə etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyətlər arası yaxınlaşmanı təşviq edən praktik təkliflər müzakirə olunub. Regional təhlükəsizlik, sərhədlər və kommunikasiya məsələləri konstruktiv mühitdə nəzərdən keçirilib. Əməkdaşlıq və birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Davamlı sülhün sosial-iqtisadi üstünlükləri vurğulanıb. İlyas Hüseynov qeyd edib ki, proqram çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Xarici İşlər Nazirinin müavini Vahan Konstanyanla görüşlər keçirilib. İctimai gözləntilər və sülh prosesinin real nəticələri müzakirə edilib. Tədbir mətbuat konfransı ilə yekunlaşıb. Daha sonra delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdılıb. Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən, bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil. Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük. 5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılmasıydı. Axar TV xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Haqqın Az saytının rəhbəri Eynullah Fəthullayev sosial şəbəkə hesabında qeyd edib. O, Azərbaycan Milli Elmlər Akademiyası prezidenti İsa Həbibbəylidən də söz açaraq, onu Ramiz Mehdiyevin sənət əsəri adlandırıb. Hazırki Akademiya prezidenti İsa Həbibbəylinin şeirləri və Traybozavr sifətinin ifadəsinə diqqət çəkəndə anlayırsan ki, Mehdiyev hələ də sağdır. Ölməyib, kürsüdən salınmayıb. İsa Həbibbəyli Mehdiyevin ən böyük sənət əsəridir. Mehdiyev Şinanın canlı nümunəsidir. Mehdiyev yenilməyib və sağdır. Əks halda İsa Həbibbəyli kimi Şarikov necə akademiya prezidenti ola bilər? Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır. Elmin cəsədi ortada. Həbibbəyli isə rəqs edir. İsa bilsəydi ki, Həbibbəyli onun adını daşıyacaq. O əlavə edib. Münhin Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən açıq dəhliz siyasəti Transxəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan prezidenti İlham Əliyevin Frans 24 telekanalına müsahibəsində beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun əhəmiyyəti xüsusi vurğulanıb. Bəs Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir vəd edir?
Axar TV xəbər verir ki, bu suala millət vəkili, iqtisadçı alim Vüqar Bayramov cavabında Zəngəzur dəhlizinin istifadəyə verilməsinin bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacağını bildirib. Bir tərəfdən güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdənsə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsilə yük daşımaları həyata keçirə biləcəklər. İlkin qiymətləndirmələrə görə Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının əlavə olaraq 2% və qeyri-enerji ixracatının isə illik 700 milyon dollar artmasına səbəb ola bilər. Dünya Bankının hesablamalarına görə orta dövrdə dəhliz 50 milyard dollarlıq ticarət dövriyyəsinə şərait yarada bilər. Bloomberg agentliyi dəhlizdən istifadənin Avropa-Asiya marşrutu üzrə yüklərin daşınmasında 12-15 günə qənaət edilməsinə gətirib çıxaracağı qənaətindədir. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15%-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Göründüyü kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki regionda, bütövlükdə qitədə yük daşımalar xəritəsinin dəyişməsinə səbəb olacaq, o bildirib. Ruslar Azərbaycan prezidenti İlham Əliyevə qarşı kampaniya aparırlar. İndi Aleksandr Dugin iddia edir ki, Moskva Azərbaycanı Qarabağı geri almaqda dəstəkləyib. Bu absurddur. Global Info xəbər verir ki, bunu beynəlxalq siyasət və yaxın şərq üzrə Amerikalı analitik Michael Scott Doran deyib. O bildirib ki, Rusiya hər vəclə Qarabağın işğalda qalmasına çalışıb. 2020-ci ilin noyabrında mən orada olarkən Rusiya Bakıya ən azı bir İskəndər raketi atdı. Bəlkə raket birbaşa mənə qarşı hədəflənməyib, amma mən belə şeyləri şəxsi qəbul edirəm. Tarixin heç bir dönəmində Moskvanın məqsədi Qarabağı Azərbaycana təhvil vermək olmayıb. Məqsəd ermənilərə yetərincə mövqe saxlamaq, əraziyə Rus sülh məramlılarını yerləşdirmək, Laçın dəhlizini işğal etmək və özünü Bakı ilə İrəvan arasında əvəzolunmaz vasitəçi kimi göstərməkdir. Məqsəd manevr və tarazlığı nəzarətdə saxlamaq idi, Azərbaycanın qələbəsi yox. Qeyd edək ki, bir müddət əvvəl Rusiyalı siyasi analitik Aleksandr Dugin Qarabağdakı vəziyyətdən sonra Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etdiyi üçün rəsmi Bakını tənqid edib. Amerika Birləşmiş Ştatları administrasiyası İranın nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə İsrailin İrana endirə biləcəyi zərbələrə dəstək verməyə hazırdır. Axar TV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump 2025-ci ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. Clash Report'un məlumatına görə, o vaxtdan bəri Amerika Birləşmiş Ştatları hərbi və kəşfiyyat rəsmiləri Amerika Birləşmiş Ştatlarının İsrailə hava yanacaq doldurma və uçuş icazələrinin təmin edilməsi daxil olmaqla necə kömək edə biləcəyi barədə daxili danışıqlara başlayıblar.